Ev qadınlarına pensiya veriləcək. Ev qadınlarına. Təbii ki, bu bizdə yox. Biz də gözləyirik, biz də bu yeniliyi gözləyirik, bu jesti gözləyirik dövlətimiz tərəfindən ki, evdə qadınların da qoyun pul olsun çantasında, cüzdanında da. Nə qədər həyat yoldaşına deməlidir ki, mənə 1 manat ver, anamgilə gedirəm, 2 manat ver, qonşuya keçirəm, 5 manat ver, saçıma rəng qoyacağam, dırnağımı manikür, pedikür etdirəcəm. Təbii ki, bu evdar qadınlara pensiya Türkiyədə olacaq və Böyük Millət Məclisində olan nazir jurnalistlərin suallarını cavablandırıb AK Partiya qrup toplantısında News 24 xəbər verir ki, Türkiyə Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan minimum əmək haqqı ilə bağlı suala məncə bunlardan danışmaq tezdir deyə cavab verib. Evdar qadınlara pensiya verilməsinin nəzərdə tutulduğunu deyən nazir İşıkhanın açıqlaması belədir. Hazırda diqqətimizi ictimai işçilər üçün kollektiv sövdələşmə prosesinə yönəltmişik. Evdar qadınların pensiya çıxması ilə bağlı araşdırmamız olacaq. İyun-iyul aylarında infrastrukturun hazırladıktan sonra, yəni bu infrastrukturu hazırladıktan sonra İqtisadi Koordinasiya Şurasını təqdim etməyə planlaşdırırıq. Onun məzmunu hələ də dəqiqləşdirməmişik də, analiz etməliyik. Biz evdar qadınların pensiya hüququnu, sərhədlərini çox yaxşı bilməliyik. Onların neçə övladı var, əlil olub olmaması, pensiya müddəti müəyyən edilməlidir. Bu prezidentimizin xoş xəbəri idi. Biz də düşünürük ki, inşallah Azərbaycanda da mən düşünürəm, bizim evdar qadınlarımıza pensiya verilməlidir. Mütləq olmalıdır. Onlar da mən dövlət başçımızdan bunu gözləyirəm. İnşallah. Sara Səfra Bahadırdan bu qədər.